Salam dostlar, xoş gördük. Söz analizi rubrikasında bu dəfə də Füzulinin bir beyti haqqında danışmaq istəyirəm. Nədən badi səba mənə ol sərvi gürrüxdən xəbər verməz, açılmaz qönçəyi bəxtim, ümidim nəxli bər verməz. Füzuli niyə bu qədər pesimisti? Gəlin bunun cavabını onun başqa bir beytində axtaraq. Səba köyündə dildarın nədir üftadələr halı, bizim yerdən gəlirsən bir xəbər ver aşinalərdən. Deməli, Tanrının huzurunu bizim yerlər adlandırır. Deyir, orada bu dünyanı ağır yaşayan, çətin günlər görən, dərd-qəm yaşayan insanların, üftadələrin vəziyyəti orada necədir? Onlardan mənə bir xəbər gətir və sanki sonra bunu davam edir. Nədən badi səba mənə o sərvi gürrüxdən xəbər verməz? Niyə deyir ki, o arzuladığım gül üzlü sərvi qamətlidən badi səba mənə heç bir xəbər vermir? Deməli, Şiə inancına görə aprel ayında, əbri Nisan, aprel yağışı yağan vaxtlarda, ona yaz yağışı da deyirlər, qəribə bir qoxu gəlir. Və bu inanca görə həmin qoxu Mehtaz zamanın yanından gəlir. Və xüsusi imanı olan adamlar, imanı kamil olan insanlar xüsusi bir namaz qılıb, ondan telepatik əlaqəyə girə bilirlər. İndi gör Aşıq Ələsgər bu kontekstdə nə deyir? Səba dost zülfünə şana çəkəndə yayılar gərdənə ha bular. Bu ətir deməkdir. Hər kim ki sidqinə dilək diləsə, əlbəttə mətləbin ha bular. Sanki 100 illərin üstündən Füzuli ilə pastlaşıb, deyir ki, iş, yəni arzunun çətinliyində deyil, ona nə qədər sədaqətlə bağlanmağımızdadır. Doğrudan da istər bu dünya üçün, istər axirət üçün elədiyimiz arzular, elədiyimiz diləklər çətinlikdən çox bizim o məsələyə nə qədər sədaqətlə yaxınlaşmağımızla bağlıdır. Yeri gəlmişkən, mən bu mətləblərdən bəhs edəndə bəzən məni xurafatda günahlandırırlar, hansısa məzhəbin təbliğatçısı olmaqda günahlandırırlar, qəti şəkildə belə deyir. Mənim danışdığım nə təbliğatdır, nə də ki bidətdir, yəni nə də dindən çıxmadı. Bəzi dindarlar da deyir ki, bu bidətdir, dindən çıxmadı. Bunun heç biri deyil. Mənim danışdıqlarım sənətkarlıq məsələləridir. Füzuli də, Aşıq Ələsgər də Şiə məzhəbində olan, Həzrət Əlini və övladlarını fantastik dərəcədə sevən insanlardır və onların inanclar sistemi, milli mədəni dəyərləri bunların üzərində qurulub. Yəni bunları başa düşmək üçün bu kodlardan mütləq istifadə etmək lazımdır. Aşıq Ələsgər sanki bunu hiss edir. Görün, həmin şeirin ikinci bəndində nə deyir? Sərrafın dəstində nə dana dedim, könül, can quşuna nə dana dedim, dərdimi dil bilməz nadana dedim, anlamaz başını ha bular. Yəni, bütün zamanlarda bu dərin mətləbləri anlamayıb, başını bulayanlar olur ki, bu nə danışır? Sağ olun, sizin hamınıza uğurlar arzulayıram, minnətdaram.